Ucar rayonunda yerləşən Ucar Ticarət Mərkəzi MMC-yə məxsus bazarda balıq, süd və süd məhsullarının satışı sahələrinin və ictimai iaşə obyektlərinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Obyekt rəhbəri isə inzibati məsuliyyətə cəlb olunub. Bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının bazarda apardıqları yoxlamalardan sonra baş verib. Yoxlama zamanı məlum olub ki, ərazidə balıq, süd və süd məhsulları sanitar-gigiyenik qaydalara və temperatur rejiminə əməl olunmadan satışa çıxarılıb. Diri balıqların saxlanması və təmizlənməsi üçün müvafiq şərait yaradılmayıb və məhsullar birbaşa satış sahəsində təmizlənərək soyuducu olmadan saxlanılıb. Bununla yanaşı süd və süd məhsullarının açıq şəraitdə saxlanıldığı, qida ilə təmasda olan şəxslərin tibbi müayinədən keçmədiyi və satışda olan məhsullara dair baytarlıq sənədlərinin təqdim edilmədiyi müəyyən olunub. Bazar ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində də sanitar-gigiyenik tələblərin pozulduğu, təmizlik işlərinin aparılmadığı və qida hazırlanması zamanı normativ qaydalara əməl olunmadığı aşkarlanıb. Qeyd edək ki, agentlik tərəfindən ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür.